Hər kəsə salam. Əsgərlikdə olan qardaşım məzuniyyətə gəldi və biz də ona süfrə açdıq. Gəlin sizlərə nələr hazırladıq, onları göstərim. İlk öncə mamam əti və soğanı ət çəkən maşından çəkdi. Ardından mən qovurmağa başladım. Ət qovrulduqdan sonra üzərinə rəndələnmiş kök və əvvəlcədən doğrayıb buzluğa atdığımız biberləri əlavə etdim. Tərəvəzlər də ətlə birlikdə qovrulduqdan sonra üzərinə tomat əlavə edib qarışdırdım. Ardından yenə yayda doğrayıb buzluğa atdığımız pomidorları da əlavə etdim və üzərinə biraz su töküb bişməyə qoydum. Ardından üzərinə suyunu süzdüyüm qaraxo əlavə edib qaraxların əzilməməyinə diqqət edərək yavaş-yavaş qarışdırdım. Yemək demək olar ki, hazırdır, amma onu daha ləzzətli eləmək üçün yeməyi gördüyünüz formada soba listinə yığıram və üzərinə əvvəlcədən rəndələdiyim pendiri tökürəm. Ardından 180 dərəcəli sobada pendirlərin üzəri qızarana qədər bişirirəm. Sonra keçirəm noxudlu aş hazırlamağa. Gördüyünüz kimi bol çərə yağında əvvəlcədən yuyub islatdığım düyüləri qovururam. Ardından üzərinə isti su və duz əlavə edərək bişməyə qoyuram. Düyülər suyunu çəkdikdən sonra bişmiş noxudları da üzərinə əlavə edib qarışdırıram və dəmləməyə qoyuram. Və gördüyünüz kimi yemək artıq hazırdır. Çox ləzzətli olur. Mütləq sınayın. Sonra gəlib görürəm ki, atam sağ olsun süfrəni hazırlayıb. Daha sonra qardaşım da gəlir və süfrəyə otururuq. Təəssüf ki, hər şeyi çəkə bilmədim. Çünki həm tələsirdim, həm də başım qardaşıma qarışmışdı. Ümid edirəm videomu bəyəndiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.